Salam, hörmətli kanal izləyiciləri, hər birinizi yenidən xoş gördük. DIM test toplusundan sətirlər, siyahılar üzərində əməllər və funksiyalara aid olan bölmədən yazılı tələb olan sualların izahını verəcəyik və qeyd edim ki, bu bölmə artıq bizim DIM topludakı sonuncu bölmədir. Bundan öncəki videoların izahı YouTube kanalımızda var və ora keçid edərək həmin videolara da baxa bilərsiniz. İndi isə vaxt itirmədən biz suallara başlaya bilərik. İlk öncə 127-ci suala baxırıq. Deməli, klaviaturadan arasında bir boşluq qoymaqla daxil edilmiş sətirdəki sözlərin hər birinin neçə simvoldan ibarət olduğunu tapıb, çap edən proqramın Python dilində yazın. Sətirdə heç bir durğu işarəsindən istifadə edilmir. Deməli, hörmətli yoldaşlar, biz baxacağıq ki, klaviaturanın arasında bir boşluq qoymaqla sətir daxil edirik. Həmin sətirdəki sözlərin hər birinin neçə simvoldan ibarət olduğunu tapıb çap edən proqramı Python dilində yazın. Elə gəlin proqramın üzərində başlayaq və burada yazıram. 127-ci sualı yazaq. N bərabərdir input. Bu nə deməkdir? Bu artıq sətir daxil etmək deməkdir və sözsüz ki, sətiri özümüz yazacağıq və aralarında da boşluq qoyacağıq. Biz sətiri daxil etdik, amma bizə önəmli olan budur ki, həmin sətirdəki sözləri ayrı-ayrılıqda görə bilək. Bunu yenə də boşluğa görə tapıb yaza bilərik, amma split deyilən funksiya var. Yəqin ki, bunu bilirsiniz. N.split yazmaqla artıq biz sətirdəki sözləri tapmış ola bildik. Ayrı-ayrılıqda atdıq siyahıya və baxaq görək ki, həqiqətən elə oldu mu? Bir nümunə yazıram. Və yoxlayıram. Gördüyünüz kimi burada ayrı-ayrı söz olaraq atdıq. Artıq bizim böyük əksəriyyət işimizi görmüş olduq. Və indi burada biz nə edəcəyik? For, in, n yazırıq. Artıq biz həmin siyahının içərisinə girdik və i dediyimiz tək-tək həmin sözlərdir. Salamdır, millətdir, necəsinizdir və s. belə. O zaman ekranda biz elə print, gəlin burada yazıram. I yazsam, həmin ifadənin özünü çap edəcək. Baxsaz, istəyirsiniz, buna da baxaq. Salam, millət yazıram. Salam və milləti gördüyünüz kimi bu şəkildə söz olaraq çıxartdı. Amma biz onu istəmirik. Bizə nə lazım idi? Len lazım idi. Və odur ki, gəlirəm burada yazıram. Yəni, len neyinir? Həmin ifadənin simvollarının sayını tapdı. Yəni. Salam millət, necəsiniz? Burada yazdım və enteri vurduğumuz anda artıq burada gördüyünüz kimi hər sözün simvol sayını ekranda göstərmiş oldu. Bu 127-ci sual idi. 128-ci suala keçək, baxaq görək bizdən nə istəyir. Klaviaturadan daxil edilmiş 3 rəqəmli natural ədədin rəqəmlərindən istifadə etməkdə ən böyük 3 rəqəmli ədəd düzəldərək çap edən proqramı Python dilində yazın. Şərtdə əgər 3 rəqəmli natural ədəd deyirsə, yəni biz də klaviaturadan 3 rəqəmli olan bir ədəd daxil etməyimiz lazım olacaq. Odur ki, belə deyək də, ayrıca bir xüsusi bir şərt verməyə də bilərsiniz ki, 3 rəqəmlidir, yoxsa yox yəni. İndi burada baxırıq ki, 120 daxil edilib, amma ekrana 210 çıxıb. Yəni, bu o deməkdir ki, ən böyük rəqəm 2-dir, 1-dir, 0-dir. Bu şəkildə sıralayıb. Bizim də sıralamaq üçün bilirik ki, sort funksiyamız var. Və eyni zamanda sıraladıktan sonra kiçikdən böyüyə doğru sıralayacaq. Bunun nəticəsi 0, 1, 2 olacaq. Bizə bunu tərsinə çevirmək lazım olacaq. Ondan da ötürü reverse funksiyası var. Və o zaman da 2, 1, 0. Bu da tərsdən doğru düzmüş olacaq. Yəni. Və ondan sonra da təbii ki, siyahıdan biz ədəd tiplərini çevirməyi bacarmalıyıq və yazırıq burada. Deməli, n bərabərdir int input. Ədəd dediyinə görə int olaraq yazdım. Və sonra bunu mən siyahıya çevirəcəm. Və siyahıya çeviririk bu şəkildə. N bərabərdir list funksiyasında var ki, simvollara görə keçirdir bunu siyahıya. Amma ədəd tipində olduğuna görə bunu edə bilməyəcək. Odur ki, mən n ifadəsini STR-ə çevirdim. Və baxaq görək ki, burada nə iş gördü? Print n yazıram və yoxlayaq görək. Əgər mən 120 daxil edirəmsə, 1, 2, 0 olaraq sıraladı və siyahıya atdı tək-tək simvol. Və qeyd edim ki, burada bəzən şagirdlər splitlə list ifadəsini qarışdırırlar və bunun da fərqini elə
Bu iki misaldan görə bildiniz yəni. List tək-tək atdı siyahıya. Amma biz bunu istəmirik. Biz istəyirik ki, bunun tərsi çıxsın. O zaman da belə bir şey yazacağıq. Daha doğrusu hələ tərsini çıxartmadan öncə burada bir qarışıqdır. Biz istəyirik ki, n.sort yazaq və yenə də yoxlayaq istəyirsiniz. Hamı aid olsun. 120 yazdıq. Gördüyünüz kimi 012 çıxdı. Artıq burada biz n.reverse yazarıqsa buna tərsə doğru düzmüş olur. Və baxaq görək, yenə də 120 yazıram. 2, 1, 0 çıxartdıq və böyükdən kiçiyə doğru düzüldü. Və diqqət edirsinizsə, burada mənimsətmə yoxdur. Yəni, n bərabərdir, k bərabərdir yazmadım. Belə yazılış qaydasına diqqət edin. Artıq bizim siyahımızda düzgün ardıcıllıq tapıldı. Bunu isə biz nə edirik? Biz çeviririk yenidən ədəd tipində görünməsi üçün. Bunu belə bir şey yaza bilərik. S bərabərdir, boş bir sətir götürə bilərik. For i in n siyahının içərisinə girərik və S bərabərdir. S üst-üstə gedək, i yazarıq. Və burada da print S verərik. Baxaq görək, nə edirik biz? Yenə də 120 daxil edim, 210-u bu şəkildə çıxartdı. Amma deyək ki, bura qədərki hissəni burada təzədən yazacağım. Bunu bu şəkildə də yaza bilərsiniz. n.reverse n bərabərdir. Arasında boşluq yoxdur, diqqətli baxın. .join funksiyası var. Bu da nə edir? Siyahının içərisindəki sətir tipli elementləri birləşdirir. Hansı siyahını? N siyahısının içərisində. İstəyirsiniz bunu k yazaq, çaşqınlıq olmasın. N siyahının içərisindəki elementləri birləşdirdi və print k yazıram. Və yenə də yoxlayaq. Gəldik 120 yazdıq. Gördüyünüz kimi 210-u çıxartmış olduq. Digər üsuldan da yaza bilərsiniz. Bundan da yazmış olduq. Ümid edirəm ki, aydındır. Yəni, burada artıq çox istifadə olunan funksiyaları da görmüş oldunuz yəni əslində. Və keçək 129-cu suala. Elementləri klaviaturaya daxil edilmiş n sayda tam ədəddən ibarət iki eyni uzunluqlu siyahının uyğun, yəni eyni indeksə malik elementlərini toplayan və alınmış ədədlərdən ibarət yeni siyahı yaradaraq çap edən. Deməli, iki dənə siyahı formalaşdıracağıq. Həmin bu siyahının uyğun indekslər, yəni 0-cı indeksdə duranları toplayıb növbəti bir siyahıda formalaşdırmış olacaq. Eyni zamanda birinciləri toplayıb növbəti siyahıda əks etdirmiş olacaq. Gəlin bunu yazaq. İlk başda n sayda ifadəsi ilə bağlı əvvəlki tapşırıqlarda həddən artıq çoxlu məsələ yazmışıq. Onlardan birini də indi burada yazaq. N bərabərdir int input. Bu bizim neçə dənə ədəd daxil edəcəyimizi bildirir və deyək ki, A bərabərdir bir siyahımız var və eyni zamanda B bərabərdir növbəti bir siyahımız var və yenə də C bərabər növbəti bir siyahımız var. Bu nələrdir? Bizim artıq siyahı formalaşdıracaq, ondan ötürüdür yəni. Belə bir şey yazıram. For i in range, for-la yazdıq. Yanlış getdi. For i in range. Və burada baxırıq ki, nə edirik? Elə n yazaq. 0 n deməkdir də bu, yəqin ki, bildiniz. N qədər ədəd daxil etmiş olacağıq. O zaman biz yazırıq. A bərabərdir, daha doğrusu A.append int input. Bunu belə yazdıq. Yəni, mənim daxil etdiyim ifadəni avtomatik olaraq A-ya atdıq. Və eyni zamanda B-yə də atmağımız üçün gəlirik belə bir şey yazırıq. B.append yenə də int input. A və B siyahısına artıq ədədləri atmış olduq. Və yenə də baxaq. Print A-nı və B-ni yoxlasaq, görək biz nə almışıq hal-hazırki ifadədə. Çalışdırdıq. 3 dənə ədəd daxil edəcəm. 3 cütdə, yəni 12, 6, 9, 8, 5, 5. Və gördüyümüz kimi A siyahısının elementləri hazırdır və B siyahısının elementləri də hazırdır.
İndi artıq biz bu ifadələrə baxa bilərik. Və odur ki, bunu hələ ki burada yekunlaşdırdım. Daha doğrusu sildim. For i in range. Mənim istəyir A, istəyir B siyahımdakı elementlərin sayı elə onsuz da n sayda olduğuna görə mən bura yenidən n yaza bilərəm artıq. For i in range deyəcəm ki, C.append C siyahısını ataq. Nəyi? Baxırıq ki, A-nın i-ci indeksdə duran elementin üzərinə gələcəm B-nin i-ci indeksdə duran elementin. Yəni i ilk başda 0 olacağına görə A0-ın üzərinə gələcəm B0 və bunu atacağım C-yə. Növbəti dəfədə i 1 olacaq deyə A1-dəki duran elementi B1-dəki ilə toplayıb atacağım yenə də C-yə və proses bu şəkildə gedəcək. Və baxaq, print A, siz hamısını çap edək burada, print B və print C. Baxaq görək ki, indekslərə uyğun olan ifadələri toplayıb yazdımı. Deməli, 4 dənə ədəd daxil edəcəm, 4 cüt. Yazıram 5, 6, 9, 8, 12, 4, mənfi 7, 5. Bura fikir versək, 5-in üzərinə 6, 11, 9-un üzərinə 8, 17, 12-in üzərinə 4, 16, 5 dənə də mənfi 7-nin cəmi mənfi 2. Deməli, proqram düz işləmiş oldu. Bu şəkildə yazdıq. Hə, bunu belə də edə bilərdik. Elə onsuz da A-la B-ni daxil edib burada toplayıb birbaşa C-yə ata bilərdik. O zaman buna ehtiyac qalmayacaqdı. Amma belə yazdım. Çünki orada siyahı formalaşdırmağı da istədim görəsiniz. 130-cu sual. 3 dost Anar, Amil və Eltac Bakıdan Naxçıvana getmək üçün yola düşdülər. Onlar özləri ilə çantalarında müəyyən qədər ərzaq, su və paltar götürdülər. Anarın çantası Eldarın çantasından 5 kiloqram ağır. Eltacın çantası Amilin çantasından 2 dəfə yüngüldür. Amilin çantası isə 16 kiloqramdır. Amil 16 kiloqram 16'dır. 3 dostun ümumi yüklərinin ədəd ortasını hesablayacaq yəni. Amilin çantası bəllidir. Eldarın çantası Amilin çantasından 2 dəfə yüngüldür. Deməli, Eldarın çantası bərabərdir Amil bölək 2. 2 dəfə yüngüldür və eyni zamanda Amilin çantası, Anarın çantası Eltacın çantasından 5 kiloqram ağırdır. Deməli, Anar da bərabərdir Eltac plus 5. Bu şəkildə yazırıq və bunları yazdıqdan sonra sözsüz ki, başlayıb nəyə tapacağıq? Ədədi ortanı tapmış olacağıq yəni. Və gələk bura. 130. Deməli, orada yazdıq ki, Anar bərabərdir. Gəlin baş hərflərini böyük yazaq. Anar bərabərdir 16. Sonra burada yazdıq ki, Eltac bərabərdir Anar bölü 2. Daha doğrusu bu Anar deyil, bu Amil idi. Yəni Amil yazaq, qarışdırmayaq. Amil bərabərdir 16 və davamında yazdıq ki, nə? Eltac bərabərdir Amil bölək 2. Bunu yazmışıq və burada belə yazaq. Və eyni zamanda gəlirik Anar. Anar bərabərdir. Eltacın çantasından 5 kiloqram ağır idi. Səhv idi. Eltac plus 5. Biz artıq bunları tapdıq. Deməli, bunları toplayıb saya böləcəyik. Say da bəllidir. 3'dür və belə yazıram. Print yazıram. Bu da mötərizənin içərisində olsa. Amil üstə gələk. Anar üstə gələk. Eltac. Bunları yazdıq, topladıq və böldük 3'ə. Bu şəkildə məsələnin həllində yazmış olduq. Və keçək 131-ci sual. Klaviaturadan daxil edilmiş n sayda sətir daxil edəcək. İbarət A siyahısının elementlərinin uzunluqları cəmini tapıb çap edən proqramı Python dilində yazın. Deməli, n sayda, məsələn, 4 dənə sətir daxil edəcəm. Birinə yazacağıq salam, birinə yazacağıq millət, birinə yazacağıq xalq, birinə də yazacağıq ölkə.
Deməli bu şəkildə yazdıq. İndi bizə lazımdır ki, A siyahıda olacaq bunlar. A siyahısında olacaq. Elementlərinin uzunluqları cəmini tapaq. Bunların hər birinin elementlərinin uzunluqları cəmini tapacağıq. Yəni. Len yazıb bu şəkildə toplamış olacaq. Yəni. Odur ki, gəlin belə yazaq. 131-ci sualdır bu. 131-ci sual. N bərabərdir int input. N sayda sətir daxil edəcək. Bayaq for ilə yazdıq. Gəlin bu zaman indi hal-hazırda bu arada A bərabərdir boş siyahıda götürək. While ilə yazıq istəyirsiniz. While n sıfırdan böyük olduğu müddətdə həmən n bərabərdir. N çıxaq 1-i də burada yazıram və burada yazacağıq. Biz artıq başlayacağıq sətir daxil eləməyə. Deməli T bərabərdir input. Yenə də burada da əslində bunun simvollarını sən tapa bilərdik, amma A siyahısı dediyinə görə T daxillədik və hətta belə yazaq, heç T-yə ehtiyac yoxdur. A nöqtə append birbaşa inputu yazırıq. A-yı açsam burada. Və bunu yazdıqdan sonra keçirik bura və baxaq görək hal-hazırda nə edirik. Print A-nı yazaq və yoxlayaq. Yoxlayaq burada. Deməli, burada daxil edirik 4 dənə. Salam, millət, xalq və ölkə. Gördüyümüz kimi salam, millət, xalq, ölkə olaraq burada bu ifadələri görmüş olduq. İndi bizim artıq A siyahımızda gördük həmin ifadələr buradadır və deməli bizə lazımdır ki, həmin siyahdakı elementlərin uzunluqlarını tapaq. Uzunluqların cəmini tapaq. Ondan ötürü təbii ki, bizim bir başlanğıc olaraq S dəyişənini götürək, cəmi tapacağıq və for i in yazaq A. A siyahısının içərisində baxacağıq və S bərabərdir, S üstə gələk len i yazaq. Və bunu yazdıq, print is. Və yoxlayaq. 3 dənə ifadə yazıram. Salam, millət və xalq. Bu şəkildə yazıq 15 çıxdı. Salam 5, 6, 11 və 4 də burada 15 simvol elədi. Ümumi cəmi olaraq soruşurdu. Bir daha baxaq. Barədə A siyahısı elementlərin uzunluqları cəmini bəli. Bu şəkildə yazdıq. 132-ci sual. Tərkibində bir simvolları olan rəqəmlərdən ibarət sətirdə bütün bir simvollarını bir sözü ilə əvəzləyib çap edən proqramı Python dilində yazın. Tərkibində bir simvolları rəqəmdən ibarət sətirdə. Deməli, yenə də gəlirik burada, başlayaq yazmağa. 132-ci sualdır. N bərabərdir input. Və bunu yazdıqdan sonra əslində elə belə bir şey yaza bilərik də. K bərabərdir n nöqtə replace deyilən funksiya var. Replace. Burada bu deməkdir ki, həmin bu sətirdəki bir simvolu, nə qədər ki bir simvolu varsa, əvəz olunsun bir ifadəsi ilə. Vəssalam, print K. Bir variant belə yaza bilərik. Baxsaq, məsələn, bir ifadə daxil edirik və baxırıq ki, 1 bu şəkildə yazıldı, əvəz olundu. Yəni, problem yoxdur. Və yaxud da ki, necə edə bilərik? Yenə də n bərabərdir input burada yazdıq. S bərabərdir. Bir boş sətir götürə bilərik və girə bilərik həmin sətrin içərisinə for i in n və deyirik ki, if i bərabərdirsə 1-ə, o zaman S bərabər, S üstə gələk bir söz olaraq yazdıq. Amma əks halda da var da, yəni bir olmayan ifadələr də var deyə o davam eləməsi lazımdır. O zaman da S bərabərdir, S üstə elə normal i nədirsə onu toplamış olsun. Və print, buna da baxsaq, print nə yazırıq? S yazırıq. Və yoxlayaq, F5 düyməsini vurduq və baxaq. Deməli, qarışıq bir ifadə yazıram və yenə də
Haradakı bir var. Gördüyünüz kimi bir sözü ilə əvəz olundu. Belə də yaza bilərdiniz. Keçək 100 neçənci sualdır? 33-cü sual. Klaviaturadan daxil edilmiş n sayda iki rəqəmli natural ədədlərdən ibarət A siyahısının rəqəmlərinin cəmini. Deməli, yenə də n sayda ədəd daxil edəcəyik. İki rəqəmli natural ədədlərdən, iki rəqəmlidir. İbarət A siyahısının rəqəmləri cəmini özündə saxlayan Y siyahısını çap edən. Deməli, iki rəqəmli ədəd daxil edəcəyik n sayda. Məsələn, 25, 36. Y siyahısında isə belə bir şey görünməsi lazım olacaq. Bunun rəqəmlərinin cəmi 7, 9 və s. Gəlin, yazaq. Bunda bu şəkildə. 133-cü sual. Deməli, yazıram. N bərabərdir int input. N sayda ədəd daxil edəcək. Bayaq biz for ilə yazdıq, sonra while ilə yazdıq n böyük 0-la. İndi də fərqli yazacaq. Yəni, bunları da görmüş ola bilərsiniz. Deyək ki, i bərabər 1 götürün başlanğıc qiyməti və while i kiçikdir, bərabərdir n olduğu müddətdə biz A siyahısını elə gəlin birbaşa ataq. Append. A nöqtə append. Ne yazırıq buradan? Int input. İki rəqəmli ədəd olduğunu burada demiş oluruq. Və o zaman da sözsüz ki, gəlin bir dənə də A siyahısı açmış olaq burada. Sözsüz ki, burada i bərabər i plus 1-i də yazmalıyıq. Çünki n-ə qədər geçsin və baxaq görək ki, nə aldıq biz? Print A-nı yazırıq burada və çalışdırdıq bunu. 3 dənə ədəd 25, 62 və 38 yazdığımız anda görürük ki, həmin bu ifadələr sözsüz ki, burada görünmüş oldu. İndi biz artıq iki rəqəmli ədədləri daxil etmişik və burada yoxlaya bilərik. Yoxlaya bilərik ki, bu da qalsın istəyirsiniz. For i in A, A siyahısının içərisinə girmişik. I isə həmin o iki rəqəmli ədədlərdir. Və belə bir şey yaza bilərik. Deyək ki, S bərabərdir. Bir cəm götürdük. I bölək 10. Üstə gələk i faiz 10. İki rəqəmli olduğuna görə ona böləndə iki rəqəmi tapacağıq tam olaraq. Və qalıq olaraq isə son rəqəmi tapacağıq və S-ə mənimsədəcəyik. Həmin bu S-i də atacağıq Y-ə. Yəni Y nöqtə yaxşı belə yazaq. Append S. Odur ki, bizim bir dənə Y siyahımızı da gəlin burada yazaq elə. Y nöqtə append S-ə atdıq və baxaq görək ki, cəmlədikmi? Print Y yoxlamış oluruq burada. Və baxaq. Deməli, yenə də deyirəm 3 dənə də daxil edəcək. 25, 98, 14 və baxırıq ki, cəm 7-dir, cəm 17-dir, cəm 5-dir və doğru da işləmiş oldu. Sözsüz ki, bunu burada yazmaya bilərsiniz. Mən əlavə olaraq görəsiniz deyə bunu yazdım. Bu şəkildə. 133-cü sual idi. Baxaq görə 134-cü sual. Aralarında bir boşluq simvolu daxil edilən cümlədəki sözlərin sayını çap edən proqramı Python dilində yazın. Deməli, bir dənə boşluqla bizə sözlərin sayını tapacaq. Əslində, bayaq gördük bunu splitlə yazacaq. Split onsuz da boşluğa görə ayırırdı. Bir variant budur. Gəlin yazaq. 134. Deməli, n bərabərdir input dedik. Input. Və yazıram ki, n bərabər n nöqtə split və print len n yaza bilərik. Və yoxladıq. Gəlirəm. Salam millət və iki ifadə çıxartdı. Split baxdı ki, burada bir dənə boşluq var və boşluğa görə qərar vermiş oldu. Bir variant budur. Bir variantı belə də yaza bilərik də əslində. Deməli, biz n bərabərdir input dedik. Biz sətr daxil edirik. Həmin sətirdəki boşluqların sayını tapa bilərik. Say bərabərdir n.count. Boşluq. Burada bir boşluq qoyduq. Boşluqların sayını tapacaq. 2 dənə söz varsa bir boşluq var. Deməli, o zaman da boşluqların sayının da üzərinə 1 gələcək. Say üstələ 1. Bir dənə boşluq varsa 2 dənə söz var. O məntiqi nəzərə alıb və burada yoxlaya bilərik.
düz yazdıq. Yəqin ki, dəyişənlərə baxırdım. Salam, millət, necəsiniz? Belə bir şey yazdıq. Burada 3 söz çıxmalıdır və 3 də burada çıxmış oldu. Boşluq. 2 dənə boşluq var. 3 dənə də söz var gördüyünüz kimi. Keçək. 135-ci sual. Klaviaturadan daxil edilən sətir tipli veriləndə təkrar olunmayan, unikal, bənzərsiz. Yəni bu o deməkdir ki, bir hərəsindən, daha doğrusu bir dənə olanları tapmalıyıq. Bir dənə olan hardadır? Burada baxırıq ki, təkrarlananlar l ilə o-dur. Başqa digərləri təkrarlanmayıb. Deməli, 1, 2, 3, 4, 5. Bir də boşluq var. Təkrar olunmayan simvollar. 6 dənə burada edir. Və digər tərəfdən baxsaq burada təkrar olunmayan bir dənə S var. Onsuz da və bir dənə S də çıxartdı. Və odur ki, baxaq. Deməli, bir sətr daxil edəcəyik. Sətirdəki təkrar olunmayan simvolları yoxlamağımız lazımdır. 135-ci sual. 135-ci suala gəldik. Və burada yazıram. N bərabərdir input. Və bu N'in içərisinə giririk. For I in N. If deyəcəyik. If. Əgər. Burada baxaq. Deyək ki, N.count I əgər bərabərdirsə 1-ə, yəni N sətrindəki i'lərin sayı bir dənədirsə, onları sayaq. S bərabərdir, S üstədə 1. Və odur ki, bizə də S bərabərdir, başlanğıc olaraq 0 lazımdır. Print is. Print is. Bunu da burada yazdıq və yoxlayaq. Oradakı sözü yazaq istəyirsiniz. Hello world. Və 6. Bu şəkildə çıxartdı. Və yaxud da ki, gəlirəm, yenə də yazaq burada. Nə yazaq? Ananas 1 çıxartmış oldu. 135-ci sual bu şəkildə. 136-cı sual. Elementləri sətr tipli olan siyahının ən böyük uzunluqlu elementinin neçə simvoldan ibarət olduğunu tapıb çap edən proqramı Python dilində yazın. Deməli, yenə də biz elementlər sətr tipli olan siyahının ən böyük. Bir dənə siyahı tərtib edək. Həmin siyahıdakı ən böyük ifadəni tapaq. Ən böyük ifadəni tapmağa başlayaq o zaman bu şəkildə yazmaqla. Gəldik bura 136-cı sual. Oxuyaq. Elementləri sətr tipli olan siyahının ən böyük uzunluğu. Əslində, bəlkə də öncədən də siyah verə bilərdik, amma gəlin yine burada yazaq. N bərabərdir int input. Input. Və yoxlayırıq burada. Biz sətir daxil edəcəyik. Yəni n sayda. Onu da yenə belə yazıram. While n böyükdürsə 0-dan və bir dənə sətir daxil edəcəyik. Həmin sətir də ataq S siyahısını. S.append. Append. Input. Burada yazdıq və sözsüz ki, bizim S deyə bir siyahımız olsun və eyni zamanda n bərabərdir. N çıxaq bir də burada yazırıq ki, dövr bitsin yəni. Dövr bitdiyi anda da bitəcəyi, daha doğrusu dövrün işlədiyi prosesdə də biz bir dənə sətir daxil edirik. Bizim baxaq görək sətrimiz necə oldu. Print S. Və baxırıq ki, burada biz əgər 3 dənə ifadə yazıram, deyək ki, fərqli-fərqli simvollar olan bir ifadə yazdım. Simvolların sayı fərqli olan. Və gördünüz ki, bu siyahıda oldu. İndi bizə lazımdır ki, ən böyük elementlərin, daha doğrusu haradaydı, ən böyük uzunluqlu elementin neçə simvoldan olur? Deməli, ən böyük uzunluqlu elementi tapacaq və onun neçə simvoldan ibarət olduğunu da yoxlamağımız lazımdır. Yəni. Bunu da yoxlamaqdan ötürü bizim bir dənə müqayisə aparacağımız bir nəsə olması lazımdır. Yəni. Ki, onun müqayisə apara bilək. Odur ki, gəlin belə bir şey deyək. İlk başda mən burada tutaq ki, yazdım 3 dənə burada ifadə daxillədim. Öncədən bir ifadə daxil edirəm. Və bunu da gəlin işarə edək, elə A-nı. A bərabərdir input. Olsun A. Və həmin bu daxil etdiyimiz A
ve burada da yazıram ki olsun max ve buna da deyirəm ki max bərabərdir len a. Yəni fikirləşirik ki, ilk daxil etdiyimiz ifadə simvolların sayı ən böyük olan ifadədir. Və ondan sonra gəlin burada da bir yüngül var, düzəliş edək. Ayrıca yazıram ki, hər kəs üçün bu daha rahat olsun. Deməli, a bərabərdir input. Bir dənə burada a daxil edəndən sonra həmin bu a-nın simvolların sayını sayacağam və bununla müqayisə aparacağam. Və deyəcəm ki, if əgər həmin bu daxil etdiyim a-nın simvolların sayı əgər mənim burada daxil etdiyim simvolların ilk daxil etdiyim simvolların sayından böyükdürsə, bu artıq max'ı və lenanı yazmışam yəni. Böyükdürsə, o zaman max'ın qiyməti dəyişsin, nə olsun? Max'ın qiyməti dəyişsin olsun, həmin bu mənim sonradan daxil etdiyimiz a simvollarının sayı. Amma bir dənə burada məsələ var. En böyük 0 yazmışdıq, eni 4 daxil etdik, 4 dəfə ifadə daxil etdik. İndi ifadənin birini burada daxil etdiyimizə görə, daha 4'ünü də burada daxil edəcəyimizə görə, o zaman 5 dənə biz sətr daxil etmiş olacaq. Onu nəzərə alsaq, en böyükdür 1 yazsaq, burada da həmin ifadə artıq düzgün olmuş olacaq yəni. Yəni dövr sayını en qədər işlədək deyə dedik yəni. İndi burada baxırıq, max bərabərdir len a. Yəni fikirləşdik ki, buradakı max həmin o len a-ya bərabərdir. Əgər bu şərt ödənilirsə. Və yoxlayaq, burada max'ı tapa verək. Yoxlayaq. Gəlirəm, 3 simvol daxil edirəm. Birinə yazıram ana, birinə yazıram vətən, birinə də yazıram ölkə. Enter vurdum, 5 çıxdı. Ən böyük simvolların sayı olan vətən idi və bunun da simvolların sayının 5 olduğunu burada görmüş oldunuz. Ya da bəsit bir şey, yenə belə bir şey yazaq. Gəlirəm, bunu yazdım, bir neçə simvol, bir simvol və 2 simvol. Burada 15 çıxartdı. Hər halda 15 simvol olan budur. Burada da gördüyünüz kimi. Bu variantda yazdım. Fərqli də fikirləşmək olardı. Keçək 137-ci sual. Klaviaturadan aralarında bir boşluq olmaqla daxil edilmiş sözlərdən ibarət olan sətrin hər bir sözünün tərkibində W hərfinin sayını çap edən proqramı Python dilində yazın. Deməli, burada baxacağıq nəyə? Hər bir sözə ayrıca baxacağıq və həmin sözdə W varsa və belə bir ifadə çıxmış olacaq. İlk öncə sözsüz ki, bir sətri daxil edək və onu siyahiyə çevirmiş olaq. Gəlirəm, yazıram 137-ci sual. N bərabərdir input. Və bunu da bilirik artıq n bərabərdir n nöqtəyə split. Artıq bizim daxil etdiyimiz sətri söz olaraq atdıq siyahiyə. Və bundan sonra for i in range yazıram və n də burada yaza bilərik artıq. Hətta n yox. Çünki buradakı n bir sətr idi, len yazırıq. Simvollar, sözlərin, elementlərin sayı qədər. Bunu bu şəkildə yazırıq. Niyə range-dən yazdım? Çünki burada indeksi istifadə edə bilim və onu nəzərə ala bilim. Və elə birbaşa printin içərisində yaza bilərik də burada. Print çap olunsun nə? Əgər belə deyək də bizim axtardığımız W hərfi 0-cı indeksdə duran elementdə varsa, həmin element bir saylı söz deməkdir də. Yəqin ki, bunu bilirsiniz. Yəni, bunun indeksi 0'dır, bunun indeksi 1'dir, bunun indeksi 2'dir. Düzdür? Burada 0-cı indeksdə duran element hansı sözdür? Birinci söz. Bu ikinci sözdür, bu üçüncü söz. Ona görə indeksin üzərinə 1 gələcəm. Və odur ki, bunu yazacağım. Print i plus 1. Həmin indeksin üzərinə 1'i gəldim. Orada bir də yazmışdı da, yəqin saylı sözdə, yəni i plus 1 saylı sözdə, yenə də burada gəlirik. Həmin o artıq W-nun sayını axtaraq tapaq. W-nun sayını harada axtaracağıq? N siyahısının i-nci indeksdə duran elementində. Nöqtə countla sayacağıq və W. Hər halda
standart kiçik W-dan söhbət gedir. Hə, bu şəkildə. NW. Bu şəkildə yazdıq. Və davamında da nə çıxsın? Yenə də bunu dırnaqda yazırıq. Sayda W nəyi var? Simvolu var. Ya da W simvolu var. Hə. Simvolu var. Yazdıq mı? Bu şəkildə belə bir şey yazdıq. Baxaq görək. I plus 1 saylı sözdə N'nin count W sayda simvolu var və yoxlayaq. www World Wide Web. Bunu yoxlayırıq. Bir saylı sözdə 3 sayda W simvolu var. 2 saylı sözdə 1 sayda, 3 saylı sözdə 1 sayda, 4 sayda 1 sayda və hər birini çıxartmış oldu. Sayda yazmaya bilərik, ədəd yaza bilərik. Bu şəkildə də ədəd simvolu var. Yəni. Getdik növbəti suala. 138-ci sual. Klaviaturanın daxil edilmiş n natural ədədinin rəqəmlərindən düzələ biləcəyi ən böyük ədədi çap edən proqramı Python dilində yazın. Burada artıq 3 rəqəmli deyil, rəqəmlərin sayı müxtəlifdir. Bunu harada yazmışdıq? Burada yazmışdıq. 128-ci. Burada yazmışdıq həmin məsələni və baxaq görək 138 həmin o 128-ə baxsaq belə yazmışdıq. Ctrl C dedik. 138-ə gəldik. Bunu bura yapışdırdıq və yoxlayıram. Deməli 8 9 belə bir ifadə yazdım və gördüyünüz kimi bu şəkildə sıraladım. Yəni həmin kod ilə rəqəmləri müxtəlif olan ədədlər üçün də keçərli idi. Odur ki, buna vaxt itirməyək, keçək növbəti suala. 139-cu sual. Klaviaturadan daxil edilmiş n sayda natural ədəddən ibarət siyahının elementləri içərisində bir rəqəminin istifadə edildiyi ədədlərin sayını çap edən proqramı Python dilində yazın. N sayda natural ədəd yazacağıq. Həmin onların içərisində neçəsinin içərisində bir rəqəmi var. Və gəldik, burada yazırıq 139-cu sualı da n bərabərdir int input. Bunu yazdıq, bir qədər böyüdək, yaxşı görə biləsiniz. Və for i in range yazıram. N. Və artıq bir dənə ədəd daxil edirik. Daxil edik. Burada deyilən şərtə uyğun geçsək, natural ədəddən ibarət siyahının elementləri içərisində n sayda natural ədədlərin ibarət. Bunu birbaşa da yoxlaya bilərdik. Ona baxa bilərik. Yəni, daxil etdiyimiz ədədi burada yoxlaya bilər ki, tərkibində 1 varmı yoxsa yox və onların sayını tapaq. Amma deyək ki, belə bir şey deyək. Siyahı dediyinə görə biz gəlin siyahıya çevir. Hətta bunu belə yazaq. Gəlin. N bərabərdir list map int input və nöqtə split. Bu ifadəni də görmüş olun və print yazıram, print n yazıram. Bu o deməkdir ki, mən daxil edirəm int tipində bir ifadə. Int tipində bir ifadəni çevirir listə, siyahıya və aralarına boşluq qoyacağım. Boşluğa görə biləcək ki, bunlar fərqli-fərqli ədədlərdir və yoxlayaq. Bir dənə nümunə yazıram. Yazıram belə 132 boşluq qoydum. 1 boşluq 3 boşluq 2. Bu fərqi görə biləsiniz deyə belə yazdım. 89 14 məsələn və görürsüz burada boşluğa görə qərar verdi ki, bunlar başqa-başqa ədədlərdir və bunları atdı bu siyahının içərisinə. İndi artıq bizim siyahımız hazırdır. Siyahımızın içərisində girib yoxlaya bilərik. Yoxlaya bilərik ki, necə yoxlayaq? Belə bir şey yoxlayaq. For i in n. Həmin bu i oradakı bildiyiniz ki, ifadələrdir və bunun içərisində bir simvolu varmı, yoxsa yox? Onu yoxlayaq. Deyək ki, burada məsələn deyək 119-dur. 119-da bir simvolu olduğunu yoxlamaqdan ötürü fərqli variant fikirləşə bilərik. Həmin bu i-ni özünü parçalaya bilərik, siyahıya çevirə bilərik və yoxlaya bilərik. Ya da belə bir şey deyək, i bərabərdir str i yazaq
STR-ə çevirdim və yoxlayıram ki, burada if əgər deyirəm ki, i.count və burada yazıram ki, 1. Birlərin sayı böyükdürsə 0-dan, deməli burada 1 var da. O zaman s bərabərdir, s üstə gələk 1. Və onu da nəzərə alıb başlanğıcı s bərabər 0. Yox, birlərin sayı 0-dan böyük deyilsə, deməli yoxdur da orada. 0-dırsa deməli yoxdur. O zaman s işləməyəcək. Yəni if işləməyəcək və s dəyişməyəcək. Və baxaq, görək print s-i çapa versək düz aldıqmı? Deyək ki, bizim daxil etdiyimiz ifadə budur. 132. Bunda 1 var. 564. Bunda 1 yoxdur. 89. 1 yoxdur. 714. 1 var. Və baxsaq, 2 dənə ifadədə gördüyünüz kimi 1 var. Bizdən də bunu soruşdu. Yəqin ki, bir də oxuyaq. Bir rəqəmin istifadə edildiyi ədədlərin sayını. Bəli, ədədlərin sayını bu şəkildə tapdıq. Gəlirik 140-cı suala. Klaviatura ilə daxil edilən sətirdə rəqəm simvollarını silərək çap edən proqramı Python dilində yazın. Əslində, hörmətli kanal izləyiciləri, bəlkə də o videonu artıq görmüsünüz. Bir neçə həftə öncə bu üsula uyğun olaraq short bir video hazırlamışdım. Orada artıq bu variantlardan bir neçəsini istifadə edib bu məsələ tiplərini həll edə bilərsiniz. Həmin o short linki də yuxarıda sağ küncə çıxan link halını yerləşdirərəm və oradan da bir daha baxmış ola bilərsiniz. Biz nəyə baxacağıq burada? Daxil etdiyimiz ifadədə rəqəm tiplilər varsa, onları siləcəyik. İlk başda silmək deyəndə ağlımıza birbaşa delete, birbaşa remove kimi ifadələr gəlmiş ola bilər. Onunla da yaza bilərsiniz. Sözsüz ki, bir siyahıya atıb işi qura bilərsiniz. Amma belə bir şey yazaq da, yəni əgər rəqəm deyilsə, o ifadələri saxlasın. Yəni, vəssalam, bu qədər bəsit yəni. Gələk, yazaq, nəzəri qalmasın və praktik olaraq da burada göstərmiş olaq. 140-cı sualda deyək ki, hələ ki bir nümunə yazıram. N bərabərdir. Burada yazıram. Bu şəkildə gəldik, yazdıq. Biz burada lazımdır ki, rəqəm olmayanları silək. İlk başda belə bir şey yoxlayıram. Deyirəm ki, rəqəmlər hansılardır? Rəqəmlər bunlardır. 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur. Rəqəmlər bunlardır yəni. Bundan başqa rəqəmimiz yoxdur. For i in n. N-in içərisinə girmişik. Deyirik ki, if i not in er, əgər həmin buradakı i ilk başda d-dır, d hərfidir. D simvolu burada yoxdursa, təbii ki, yoxdur. O zaman s bərabərdir, s üstə gələk i yazacağıq və həmin bu s sətir tipində s-dir, başlanğıc olaraq və arasında boşluq yoxdur, diqqətli olun. S bu şəkildədir yəni. Vəssalam, print s yazırıq. Əgər rəqəm deyilsə, bunu yan-yana düzsün deməkdir yəni. Baxsaq, həmin bu ifadəni gəlmiş oldu burada. İndi sözsüz ki, burada istənilən bir ifadə üçün olsun deyə input yazacağıq və bunu da yenidən run edib yoxlaya bilərsiniz. Gəldik, baxdıq, bu ifadə çıxmış oldu. Diqqət etdinizsə yəni. Yəni, bir neçə variantda yaza bilərsiniz bunu. Sadəcə bu variantda saxlamış oluram və eyni zamanda videonu da burada saxlayıram. Siz isə kanaldakı videoları izləməyə davam edin, paylaşın və daha çox abunə, daha çox izlənmə olmasına dəstək göstərsəniz çox sevinərəm. Növbəti videolarda görüşənədək özünüzdən müğayət olun. Hələlik.